Salam aleykum əziz izləyicilər. Deməli, bu günlərin qarazirə, Həbəş qarazirəsi haqqında sizə məlumat verəcəm. Adı hədislərdə çəkilən qarazirə, Efiopiya Həbəş qarazirəsi yalnız budur. İndi bu gün bunu içəcəyi haqqında məlumat verəcək inşallah. Bismillah, dadına baxaq birinci. Mən salam aleykum, hər birinizə salamlayıram. Bir şey demək istəyirəm ki, bu mədədə olan helikobakterini çox gözəl mədədir. Bax, bu qarazirə yağı, Həbəş toxumundan olan. Buna görə gedib, nə bilim, yüksək pul verilmə sistem vurmağa ehtiyac yoxdur. 2-3 ədəd bundan alırsınız, səhər axşam bir orta xörək qaşığı içirsiniz. Çox gözəl fayda verir bu, Allaha and olsun. Bir də ki, mədənizin divarından onu götüzdürməyin, onu zədələməyin mədən divarını. Bunu qandan verə bilərsiniz, nəfəsdən verə bilərsiniz, siz də mənə başlayın, nəcisdən verə bilərsiniz. Vacib deyil, mədən divarını zədələyəsiniz. Bismillah, getdik yaxın. Getdik. Bilirsən, səhvdir də bu, hə? Səhvdir, ən əlasıdır. Toxumda bu toxumdur, bu toxumdan çəkilir. Həbəş toxumudur. Gəl yaxından göstər bunu bir. Rəngi də qırmızı rəngdə. Az doldurmayasın. Ay maşallah. Dağılmasın bu. Bismillah. Yaxşıdır. Yaxşıdır. Bir dənə də mən də bundan içeyim. Düzdür, mən hər gün içirəm. Hər gün içirəm. 2 gündən bir, 3 gündən bir. Bismillah. Əla. Əladır, superdir. İçəndən sonra bir 5-10 saniyədən sonra acılığı gəlir. Ancaq ki, möhtəşəmdir. Və faydaları da həddindən artıq çoxdur. Son zamanlarda da ən çox satılandır. İmmun sistemi qalxır. Belə deyim, toxumalar sevmir ki, nə göndərdim bura. Helikobakterlə məhv edir bir dəfəlik. Tutarız bunu. Çox sağ olun, minnətdarım.